Deməli, bugünkü dərsimiz nədir? İşarə əvəzlikləri. İşarə əvəzlikləri ingilis dilində demonstrativ pronoundur. Demonstrativ pronouns. İşarə əvəzlikləri hansılardır? This, bu, that, o, these, bunlar, those, onlar. Deməli, ingilis dilində işarə əvəzlikləri 4 dənədir. This, bu, that, o, these, bunlar, those, onlar. Gəlin indi bunların işlənmə yerinə baxaq. Görək bu işarə əvəzliklərini nə vaxt, necə isimlərin qarşısında işlədirik. Birinci, this-lə başlayaq. This, bu deməkdir, düzdür? This özündən sonra sayılan tək, ümumiyyətlə, sayılan, sayılmayan fərqi yoxdur, tək isim tələb edir. Tək isim və tək xəbər. Məsələn, deyirik ki, this is my book. Bu mənim kitabımdır. This is my book. Gördüyünüz kimi özündən sonra tək xəbər tələb elədi. Is tək xəbər. My book tək isim. Bundan əlavə this yaxında olan əşyanı, şəxsi bildirmək üçün işlənir. This barəsində bu qədər. Yekunlaşdırsaq, deyə bilərik ki, this ingiliscədən Azərbaycan dilinə tərcümədə bu deməkdir. Yaxında olan şəxsləri, əşyaları və yaxud da hansısa bir obyekti göstərmək üçün istifadə olunur. This özündən sonra tək isim, tək xəbər tələb edir. Yəni, məsələn, dedik, this is my book. This işarə əvəzliyi, is tək xəbər, my book isə yenə tək isim. Daha sonra that haqqında danışaq. That nədir? That Azərbaycan dilində tərcümədə o deməkdir. Uzaqda olan əşyanı bildirmək üçün, əşyanı, şəxsi, obyekti bildirmək üçün istifadə olunur. That də özündən sonra tək isim və tək xəbər tələb edir. Məsələn, deyirəm ki, that is my pen. O mənim qələmimdir. Is tək xəbər. My pen, yəni bir qələmlə söhbət gedir, bu da tək isim. Yekunlaşdırsaq, deməli, that o deməkdir. Uzaqda olan şəxsi, əşyanı və yaxud da ki, obyekti bildirmək üçün işlənir. That özündən sonra təkdə olan isim və təkdə olan xəbər tələb edir. Daha sonra this haqqında danışaq. These, bunlar deməkdir. This də yaxında olan əşyaları, şəxsləri və yaxud da ki, obyektləri bildirmək üçün işlənir. This-i görürük ki, bunlar deməkdir. Deməli, avtomatik olaraq this özündən sonra cəm isim və cəm xəbər tələb edəcək. Məsələn, these are my pens.
Bunlar mənim qələmlərimdir. Gördünüz? Zisi işlətdik. Sonra ar işlətdik. Ar nədir? Cəm xəbər. My pens. Burada görürsünüz s. Cəm şəkilçisi var. Ümumilikdə mənim qələmlərim. Bu da cəm isim. Yekunlaşdırsaq deyərik ki, these Azərbaycan dilində tərcümədə bunlar deməkdir. Yaxında olan şəxsləri, əşyaları, obyektləri gördünüz, ləri dedim. Cəm şəkilçisi ilə işlətdim. Bildirmək üçün işlənir. These özündən sonra cəm isim və cəm xəbər tələb edir. Məsələn, these are my pens. Are cəm xəbər. My pens sonuna s cəm şəkilçisi artırdım. Qələmlərim oldu. Və özündən sonra cəm isim tələb eləyir. Və nəhayət those. Those haqqında da məlumat verək. Those onlar deməkdir. Bu isə uzaqda olan. Uzaqda olan şəxsləri, əşyaları, obyektləri, həmçinin heyvanları, canlıları, cansızları bildirmək üçün işlənilir. Those özündən sonra cəm isim və cəm xəbər tələb eləyər. Çünki nədir those'un tərcüməsi? Onlar deməkdir. Cəm mənası var. Ona görə özündən sonra həm cəm isim, həm də cəm xəbər tələb eləyəndir. Məsələn, those are my nə olsun? Books olsun. Onlar mənim kitablarımdır. Those'u qoyduq. Arımızı qoyduq. Cəm xəbər. My books. Görürsünüz, burada cəm şəkilçisi var. S. Cəm şəkilçisi. Bu da oldu cəm isim. Bunu da yekunlaşdırsaq, deyərik ki, those Azərbaycan dilində tərcümədə onlar deməkdir. Uzaqda olan şəxsləri, əşyaları, obyektləri bildirmək üçün işlənir. Those özündən sonra cəm isim və cəm xəbər tələb eləyir. Cümlədə isə qursaq deyək ki, those are my books. Onlar mənim kitablarımdır. Are gördüyümüz kimi cəm xəbərimiz, my books. S cəm şəkilçisi artırıb olub. Bu da bizim cəm isimimiz. Yekunlaşdırsaq və qısa qeyd kimi qeyd edəsək, deyə bilərik ki, this that üstə gəl is, was, yəni tək xəbərlər, these, those, üstə gəl are, were. Bunlar da nədir? Cəm xəbərlər. Bunu da əzbər kimi yadımızda saxlayırıq. Belə işarə vəzlikləri haqqında bu qədər.